bu videoda JavaScript-ə giriş edirik. JavaScript nədir, hardan gəlib, hara gedir, hal-hazırda hansı yerdədir, bu tip mövzulara baxacağıq. Tarixinə geçsək, JavaScript 1995-ci ildə yaranıb. Həmin vaxtlar web saytlar yeni yayılmağa başlayırdı, yeni yaranmağa başlayırdı hətta. Bu saytlarda dinamikliyi artırmaq üçün istifadə olunurdu. JavaScript dinamiklik deyiləndə nəyi nəzərdə tuturam? Misal üçün buttonların arxasındakı actionlar və ya saytda dinamik olaraq dəyişən hissələr. Bu tip işləri JavaScript-lə görürdülər. Amma illər keçdikcə təxminən 2000-2008-ci illər arasında artıq saytlar çox populyarlaşmışdı. Artıq yəni qeyri-adi bir şey kimi baxılmırdı saytlara. Bir çox saytlar vardı, hətta bir çox sosial şəbəkələr də artıq yaranmışdı. Həmin dövrdə JavaScript artıq xeyli populyarlaşmışdı və tək JavaScript değildi. Onun bəzi kitabxanaları var idi. Biri jQuery idi. Bunlar çox istifadə olunurdu 2008-ci ilə qədər. Hətta jQuery belə baxaq, görək qalıbmı? Okay, belə bir kitabxana idi. Bu nə işə yarayırdı? JavaScript-də uzun kodları elə bil ki öz içində paketləyib hazır formada sizə verirdi. Yəni belə bir paket idi. Bu da daha çox UI yönümlü idi təbii ki. Daha sonra artıq 2009-cu ildə Node.js çıxdı və artıq burada JavaScript daha da ciddiyə alınmağa başladı. Çünki artıq təkcə UI tərəfdə interaktivliyi gətirən bir dil deyildi. Backend tərəfdə də işləməyə başlayırdı. Daha sonra JavaScript-in belə deyək partladığı il 2015-ci il idi. Hansı ki burada ECMAScript 6 gəldi. JavaScript-in indi bildiyimiz bir çox özəllikləri, misal üçün let const, arrow functionlar, class, promise'lər hamısı 2015-də ES6 ilə bir yerdə gəldi və həmin vaxt JavaScript-in kitabxanaları da yayılmağa başladı. AngularJS, React, Vue əmin deyiləm var idi həmin vaxt yoxsa yox. Bunlar daha da yayılmağa, populyarlaşmağa başladı. ECMAScript bu arada nədir desəz, ECMAScript fərqli bir dil deyil. Yəni bəzən vakansiyalarda bunu ayrı yazırlar. Yəni bu ayrı bir şey deyil. Kimsə soruşanda ki ECMAScript nədir? ECMAScript müasir JavaScript-in yazıldığı kod standartıdır. Yəni hal-hazırdakı standartlar ECMAScript standartına göre yazılır. Yani farklı bir şey değil ECMAScript. Bunu interviewlarda soruşurlar bəzən. Və hal-hazırda 2020-dən bu tərəfə artıq JavaScript ən populyar dillər sırasındadır. İlk 3-dədir bildiyimə görə. Yəni statistikanı paylaşan mənbələrə görə dəyişir. Bəzən 1-də göstərirlər, bəzən 3-də, bəzən 2-də. Və 2020-dən sonra TypeScript-lə bir yerdə daha da çox istifadə olmağa başladılar. Və hal-hazırda TypeScript olmadan JavaScript-i demək olar ki, böyük şirkətlər istifadə eləmirlər. Və onu da əlavə eləyək ki, JavaScript artıq web tərəfdə dinamikliyi artıran bir dil deyil. Eyni zamanda mobile, desktop, AI, blockchain texnologiyalarından da aktiv istifadə olunan bir dildir. Çox tarixinə girməyə ehtiyac yoxdur məncə. Yəni Wikipedia'da araşdırmaq olar bunu. İstəyirsinizsə kodlara başlayaq.
İlk başta e, HTML bir faylım var. Belə bir HTML və folder içində də bir CSS faylım var. Deməli, JavaScript kodlarını HTML-ə necə əlavə edirlər, buna baxaq. Gəlin bir dənə button yaradaq. Okay, button yaratdıq. İndi bizə lazımdır ki, ən sadə halda bu buttona klikləyəndə bir dənə funksiyanı işlədək. Bunu yəqin ki, çoxunuz bilirsiniz. Yenə də üstündən keçək. Bunu necə edirlər? Əvvəllər nə edirdilər? Gəlib belə bir şey edirlər. Birbaşa body taginin içində script tagi yaradırdılar və orada deyək ki, bir funksiyamız yaradaq. Belə standart bir funksiya. Okay. Və buttona klikləyəndə deyək ki, on click bu funksiyayı işləsin. Əvvəllər bu formada yazılırdı. Yoxlayaq, işləyir ümumiyyətlə. Okay, nəyə görə işləmədi? Çünki bunu balaca hərflə yazmışıq. Yoxlayaq. Okay. Deməli, ilk JavaScript kodlarını əlavə eləməyin yollarından biri budur. Script tagin içində bu formada əlavə eləmək. Amma bu heç bir şəkildə tövsiyə olunan bir şey deyil. Yəni gəlib HTML tərəfdə on click verib, ümumiyyətlə HTML tərəfdə JavaScript kodunu işlətmək, yəni düzgün bir şey deyil. Bunu nə vaxt işlətmək olar? Misal üçün, bəzi hallarda olur ki, SEO ilə bağlı kiçik kodlar olur. Onları əlavə edə bilərsiniz bura. Onlar okeydir. Amma sırf funksionallıqla bağlı JavaScript kodlarını bura əlavə eləmək olmaz. Nəsə, bu birinci metodidir, əlavə eləməyin. İkinci metod nədir? Script yazaq yenə. Belə, indi bu faylı əlavə edəcəyik. Yazaq script. Olduğu yerə verək. Və həmin funksiyanı burada yaradaq. Bu belə işləməyəcək. İşləməməlidir. Bu formada əlavə eləyəndə birbaşa HTML tərəfdə bu kodları yaza bilmirik. Bunu nə etməliyik? Artıq biz hər şeyi bu faylın içində aparmalıyıq. Bizə bu button lazımdır və o buttonu burada tapıb on click yəni klik olunan vaxt bu funksiyanı işlətmək üçün bir kod yazmalıyıq. Nə edək? Ən sadə halda bir class verək buna. Gələk həmin buttonu burada tutaq. Query selektor. Bunları növbəti dərslərdə baxacağıq. Query selektora DOM hissəsində baxacağıq buna. Sadəcə göstərmək üçün belə edirəm. Klassa nə vermişdik? Button. Və gəlib deyə bilərik ki, add event listener. Say hello. Bunu burasını 2'den qoyaq.
Yoxlayaq görək işləyirmi? Okay. Bu belə, yəni bu formada əlavə elədik kodu və funksiyanı içəridə yazıq, işlədir. Ümumiyyətlə indi bu kodlara çox fikir verməyin. Əsas kod necə səhifəyə əlavə etdiyimizə baxın. Bu sonranın mövzularıdır. Yəni çox da onu ilişməyin orada. Yəni bu formada əlavə edə bilərik. Bu nə edir? Baxır ki, burada nə qədər fayllar var. Fayllar, HTML elementlər var. Hamısını oxuyur. Ən axırda gəlib JavaScript kodunu əlavə edir. Amma indi bu da artıq çox tövsiyə olunan bir şey deyil. İndi tövsiyə olunan metod head taginin içində yazmaqdır. Head taginin içində yazmaqdır. İlk başda belə yoxlayaq. Baxın, işləməyəcək bu formada, çünki ilk başda JavaScript faylı yüklənir, ardınca HTML content yüklənir. Bu halda nə etməliyik? Gəlib defer yaza bilərik bura. Yenidən oxumağa başlayacaq. Burada bir defer yazmaq olar, bir də async yazmaq olar. Bunların fərqi nədir? Async yazanda elə bil ki, JavaScript faylı HTML DOM kontenti ilə eyni vaxtda yüklənir və yükləndiyi vaxtda run olmağa başlayır. Yəni JavaScript faylı HTML-in tam yüklənməyini gözləmir. Misal üçün bu gəlib bundan tez yüklənsə işləyəcək və bunu gözləməyəcək və təbii olaraq bunu görməyəcək artıq. Defer yazanda isə script tagi gözləyəcək ki, bütün DOM content yüklənsin, ardınca JavaScript faylını run edəcək. Hansı nə vaxt istifadə olunur desəz, yəni bu intervyuda soruşurlar. Buna belə cavab verə bilərsiniz ki, əgər yüklənilən JavaScript faylı HTML-dəki, yəni DOM kontentdə olan elementlərlə bağlıdırsa, yəni buradakı elementlər bu fayla bağlıdırsa, bu faylın içində istifadə olunursa, defer yazmaq lazımdır ki, bu yüklənib, sonra bunun yüklənməyini gözləsin, ondan sonra işlətsin. Async nə vaxt işlətmək olar? Async o vaxt işlətmək olar ki, yüklənən JavaScript kodunun DOM kontentindən əlaqəsi yoxdur. Yəni bəzən belə kodlar olur ki, misal üçün reklamla bağlı kodlar, JavaScript kodlar olur ki, səhifəyə əlavə edirik onları. SEO ilə bağlı kodlar da ola bilər. Həmin vaxt, yəni yüklənən kod buradakı elementləri istifadə etməyəcəyi üçün daha öncədən yüklənməyində problem yoxdur. Yəni bu formada cavab verə bilərsiniz. Bundan bu qədər. Artıq yavaş-yavaş təməl mövzulara keçə bilərik. Dəyişənlər, scope və wizing mövzuları ilə davam edirik. Dəyişənlər nədir? Dəyişənlər kodun fərqli hissələrində bir neçə dəfə təkrar olunan dəyərlərin yadda saxlanıb eyni yerdən oxunması üçün istifadə olunur. Misal üçün var name da belə deyək, user bərabərdir Cahangir. Okay. Deyək ki, biz bu dəyəri kodun bir neçə yerində oxumaq istəyirik. Yəni bir neçə yerdə bizə lazımdır bu. Gəldik bir yerdə belə yazdıq. Birində düz yazdıq, birində gəldik belə yazdıq, birində belə yazdıq, belə yox.
belə yazdıq. Birində belə yazdıq. Bu çox təkrarlanan bir və gözdən qaçan bir problemdir. Misal üçün biz bunu dəyişən altında yazmayıb bu formada ayrı-ayrı yazsaq, bu tip xətalar ola bilərdi və bizim gözümüzdən qaça bilərdi və bizim bunu tapmağımız müəyyən bir vaxt ala bilərdi. Amma biz bunu dəyişənin altına yazıb hər yerdə bu dəyişənlə yazsaq, onda o xətaların olma ehtimalı daha az olur. İndi dəyişənlər necə yaradılır? Dəyişənləri yəqin ki bilirsiniz necə yaradıldığını. Mən daha çox yaradılış şəkilləri və fərqlərini göstərmək istəyirəm. Biri var varna yaratmaq, user, Cahangir, let user 2. Altın. Üçüncüsünü constla yaradaq. User 3 olsun 1000. Okay. İlk halda çox da belə fərqi yoxmuş kimi görünür, amma əslində ciddi fərqləri var bunların. Bunu ayırmaq lazımdır. Bu dəyişən sayılmır, bu sabitdir. Əsas bu ikisinin fərqinə baxaq. Deməli, bu dəyişənlərdə ən əsas fərq onların skop tiplərindədir. JavaScript-də global, lokal və blok skop məntiqi var. Fərqləri nədir? Global skopda yazılan dəyişənlər proqramın hər yerindən, yəni proqramın hər yerində onlara access var. Yəni hər yerindən onu tutub işlətmək olur. Bunları kommentə alaq. Bu dəyişən üzərindən gedək. Misal üçün burada yazsaq ki, console log user gəlib düşəcək bura. Və ya yazsaq ki, console log user və yazsaq ki, console log user. Okay. Deməli, nəyə görə xəta aldıq? Bu okeydir, bu da okeydir. 20-ci sətirdə xəta. Okay. Buna görədir. Bu formada görürük ki, varla yaradılmış dəyişəni proqramın hər bir yerində oxuya bilirik. Və varla yaradılmış dəyişən global skopda olduğunu bildik və eyni zamanda lokal skopdadır o. Yəni lokal skopda da işləyə bilir. Lokal skop nədir? Buna function skop da deyilir. Belə bir funksiyamızı yaradaq. Bu dəyişəni götürüb gətirək bu hissəyə. İndi bu lokal skopda yaradılıb, yəni funksiyanın içində yaradılıb və funksiyanı çağıranda təbii ki, onun dəyəri görünür. Amma biz gəlib kənarda bunu çağırmaq istəsək, user, biz burada xəta alırıq. Nəyə görə? Çünki lokal skopdur. Yəni yaradıldığı funksiyanın içində işləyir. Amma burada belə incə bir detay var. Biz burada var yazmasaq, təkcə bunu yazsaq, kənardan da onu oxuya bilirik. Çünki qabağına var yazmayanda bu birbaşa window obyektinin içinə əlavə olunacaq.
window nöqtə user desək belə. Deməli, nə bildik? Varda global scope var. Lokal scope-da da işləyir. Amma block scope-da işləməyəcək. Baxın, blokun içində dəyişəni yaratmışıq. Biz gəlib bunu burada çağırsaq yazılacaq. Çünki bunda block scope məntiqi yoxdur. Yəni block scope-da işləmir o. Deməli, var haqqında nəyi bildik? Var global scope-da işləyir. Global scope-da işləyir və lokal scope-da işləyir. Vardan bu qədər. Keçək letə. Bunu qaldıraq yuxarı. Daha sərgəli olsun. Görünsün. Let user deyək. Okay. Yenə letlə yaradılan dəyişənlər global scope-da işləyirlər. Buradan çağırsaq user. Bu təbii ki işləyəcək. Sonra function yeni yaradaq. Say name deyək. Funksiyanın daxilində yaratdıq. Demək, bunda lokal scope-da işləyir. Gəlib kənarda çağırsaq. User 2 xətanı alırıq. Deməli, let haqqında nəyi bildik? Let global scope-da işləyir. Lokal scope-da işləyir. İndi block scope yoxlayaq. İçlərində ən önəmlisi block scope-dur, yəni. Baxın, letlə bir blokun içində yaratdıq funksiyon dəyişəni. Console log deyək, çağıraq. Nəticə nədir? User yox, user 2. Nəticə nədir? Deyir ki, belə bir dəyişən yoxdur. Çünki let block scope-da işləyir. Yəni ki, blokun içində yaranıbsa, blokun içində qalacaq. Gəlib biz bu konsolu blokun içinə qaldırsaq, burada işləyəcək. Deməli, letdə block scope-da işləyir. Bu belə bir şey də edə bilərik. Misal üçün let user 2 bərabər də oldu. Misal üçün bu burada işləyəcək yenə. Burada işləyəcək. Gələk bura işləməyəcək. Bu bloklara diqqət edin, çünki bunu çaşdırmaq üçün soruşurlar. Eyni ilə bunu varla yaratsaq burada 2 dəfə işləyəcək. Burada da işləyəcək, burada da və burada da. Belə. İndi const'a baxaq. Const əslində dəyişən deyil, sabitdir. Sadəcə bunu da scope mövzusunda baxmaq lazımdır. Deyək, const user 3 bərabərdir min. Gəlib biz bunu burada çağırsaq işləyəcək. Burada işləyir. Demək, global scope-da var bu. Global scope-da işləyir. Lokal scope, yəni ki, lokal scope nə idi? Funksiyanın içində yaratmaq.
funksiyanın içində yaradanda da işləyir. Demək, bunda lokal skop da var və blok skopu yoxlayaq. Okay. Gördüğümüz kimi bunda da leddə olduğu kimi yəni burada çağıra bilmir, tapa bilmir. İntervyularda bununla bağlı çox da belə sual çox verilmir, çünki çox da qəliz bir şey deyil. Dediyim kimi bunları soruşa bilərlər. Const bərabərdir user 2 3 1 bu tip suallar verirlər və bunun cavabını gözləyirlər sizdən. Yəni bunu da dediyim kimi, yəni çətin bir şey deyil. Sadəcə blokları iç-içə yazırlar ki, görsünlər fikriniz nədir. Burada gördüyümüz kimi bunu var let olmalıdır. Let. Belə, bunda da gördüyümüz kimi bu varla yaradılıb. Demək, bu hər yerdə işləyəcək. Yəni bu yazılacaq. Let və const isə blok skop olduğu üçün bu blokun xaricində işləyə bilməyəcək. Heç bir yerdə işləməyəcək. Sadəcə 2 ilə 3 sadəcə burada işləyəcək. Burada. Qaldıraq bunları. Belə. Skop haqqında bu qədər. Bir də ki, nəyə baxa bilərik? Hoising mövzusuna baxaq. Bu daha maraqlı bir mövzudur. Hoising nədir? Yaradılan dəyişənlərin, funksiyaların özünü proqramın, yəni kodun üst hissəsinə qaldırmasıdır. Yəni, ən sadə formada budur. Təbii ki, bunun məntiqi daha dərin yerlərə gedib çıxır. Buna növbəti mövzularda baxacağıq. Sadəcə qısa məntiqi bu formadadır. İndi buna necə baxa bilərik? Deyək ki, varla yaradılan bir. Hətta mən burada belə bir şey yaradım. Bunu istəsəz screen edin. Belə kiçik notlar qoyacağım bura. Okay. Bu yenisindən düzəldək. Varla başlayaq. Misal üçün deyək ki, bir dəyişənimiz var. City bərabərdir Baku. Biz konsola bunu yazdırsaq nə görünəcək? City. Yazdıranda dəyər gəlib görünür. Yaxşı, bəs biz bunu yuxarı qaldırsaq nə olacaq? Undefined alırıq. Kod crash olmur. Sadəcə undefined alırıq. Bunu belə yazanda JavaScript nə edir? Arxa planda götürür, belə bir şey edir. Yuxarıda yaradır və gəlir aşağıda dəyərini təyin edir. Belə. Bu formada olduğu üçün kod partlamır, amma çox da yəni işə də yaramır da, yəni undefined olur. Burada başqa nə var? Yəni City'də yazan varla yaradanda hoist olunur, yəni kodun yuxarı hissəsinə qaldırır JavaScript onu. Gəlin bunu letlə yazaq. Let qaldıraq bunu.
Kaldır. Sil. Yenə letlə yazanda ilk başda işləyir, amma konsol yuxarı qaldırsaq işləməyəcək. Təbii ki, bizə deyir ki, yəni bu skopda belə bir dəyişən yoxdur. Yəni görmədim bu dəyişəni deyir. Constda da bu formadadır. Yəni constla leti yadda saxlayın. Bunlar həmişə eyni formada işləyirlər. Sadəcə city dəyişəndir. Yaradılandan sonra gəlib adını dəyişib, nə bilim, İsmayılı qoymaq olmur. Belə deyək. İndi əsas məsələ nədir? Funksiyalarda hoising. Bunu daha çox soruşdular. Deyək ki, belə bir funksiyamız var. Üç tip funksiya hazırlayaq. Bu arrow function'dan üçüncünü də yaradaq bu formada. Okay. İndi 3 tane funksiyamızı yaratdıq. Bunun notumuzu əlavə edək. Burada bir şey də qeyd edeyim. Bəzi yerlərdə oxusaz görəcəksiniz ki, yazırlar ki, letlə const hoist olunur. Yəni bunu yazırlar. Əslində hoist olunur, sadəcə hoist olunma məntiqi başqadır. Yəni hoist olunsa belə, yəni onu yaratmamışdan əvvəl onu istifadə edə bilmirsiniz yəni. Yəni buna daha növbəti mövzularda baxacağıq. Sadəcə belə yadda saxlayın ki, varla çağıranda hoist olunacaq, let constla yaradanda xəta qaytaracaq. Okay. İndi gələk funksiyalara. Deməli, indi ilk başda bu funksiyanı çağıraq. Say hello. Bu formada çağıranda funksiya işləyəcək təbii ki. Yəni nə deməkdir? Bu tipdə çağıranda, bu tipdə yaradanda hoist olunur. Amma bu formada yaradanda yoxlayaq. Hello 2 olmayacaq. Say hello 3 olmayacaq. Əlavə olaraq bunları yəqin ki bilirsiniz. Mən istəyirəm bu adla deyim. Baxın, bu formada yaratmaq function declaration'dır. Function adı və bu formada. Bu function declaration'dır. Bu expression. Baxın. Baxın, bu da expression gelir, bu da. Okay, nə öyrəndik? Deməli, function declaration
olanda hoist olunur. Yəni funksiya yaradılmamışdan əvvəl işləyəcək. Yəni ki, gəlib bu formaya çıxacaq arxa tərəfdə. Function declaration'da isə olmayacaq. Nəyə görə olmur, onu da deyək. Çünki bu istənilən halda burada funksiya yaratmış olsaq belə biz burada fikir verin, const deyib dəyişən adı verib ona bir dəyər vermiş. Yəni istənilən halda JavaScript bunu funksiya yox, bir dəyişən kimi qəbul edir və ona görə də yəni hoist olunmur. Sizə maraqlı bir şey göstərim. Baxın, buna çox diqqət edin. İntervyuda bunu soruşurlar. Deyək ki, var hello deyə bir dəyişən var. Funksiyanı çağıraraq cavaba baxmayan və burada deyirik ki, buna baxın, bunun cavabına biraz fikirləşin. Sonra cavabını mən göstərim. Varla yaratmışıq bir dəyişən, onu çağırmışıq və dəyərinə bir function vermişik. Bunu fikirləşin. Okey, yəqin ki, nəsə bir fikriniz var. Mən cavabı açıram indi. Əgər fikirləşmək istəyirsinizsə, pauza verin, fikirləşin yenə də. Açaq, cavabı baxaq. Aha, nə deyir? Deyir ki, hello funksiya deyil. Nəyə görə belə verdi? Biz əslində nə fikirləşirik? Varla yaradılıbsa, bu yəni hoist olunur. Burada function da var. Qalxıb yuxarıda görünməlidir. Belə düşünürük, amma bu belə olmayacaq. Burada ilk başda yəni biz yaratmışıq şeyi, dəyişəni yaratmışıq. Sonra dəyişəni funksiya kimi çağırmışıq. Bunu da bizə qaytardığı xəta budur ki, yəni bu çağırdığın yəni sən dəyişən yaratmısan, bu funksiya deyil. Sən bunu funksiya kimi çağırmaq istəyirsən. Ona görə avtomatik bu xətanı bizə atır və heç gedib kodun bu hissəsinə baxmır heç. İlk başda bu xətanı alır və göstərir. Bu suala çox diqqət edin. Buna soruşurlar və önəmli də bir sualdır. Yəni bu suala normal cavab verib açıqlaya bilsəz, yəni müəyyən qədər artıq düşünmək olar ki, siz əzbərləməmisiniz, mövzunu araşdırıb öyrənmisiniz. JavaScript-də primitiv və referans tipləri nədir? Onlara baxaq. Primitiv tiplər string, number, boolean, undefined, null, symbol. Yəni primitiv tiplərə bunlara aid eləmək olar. Symbol yox. Referans tiplərə isə arraylər, funksiyonlar, obyektlər. Bunlar referans tiplərdir. Bunlar primitiv tiplərdir. Fərqləri nədir? Primitiv tipləri yaradanda misal üçün const city bərabərdir Baku.
Yani bu tip primitiv tiplərə aid olan dəyişənləri, dəyərləri referans tiplərdən ayıran fərq nədir? Fərq odur ki, burada dəyişənlər yaradanda dəyişən onun dəyərini saxlayır özündə. Misal üçün burada biz city Baku yazmışıqsa, yəni söhbət qutardı, yəni dəyəri Bakuda yəni dəyişməyəcək. Misal üçün deyək ki, Blade City 2 yaradaq. Bu da bərabərdir City'yə. Sonra ikisini də konsolda yazaq. City və City 2. Belə yazanda ikisinin də dəyəri təbii ki Bakudur. Amma biz gələk belə bir şey eləyək. City 2'nin dəyərini dəyişib eləyək. Gəncə. Nə baş verir? Birinci Baku yazılır. Sonra Gəncə yazılır. Baxmayaraq ki biz burada City 2'ni City'yə bərabər eləyib, sonra City 2'nin dəyərini dəyişmişik. Yəni City öz dəyərini itirmir. Amma referans tiplərdə bu necə olur? Deyək ki const user bərabərdir name Cəhəngir deyək ki 25 olsun. Sonrakiler deyək ki const user 2 bərabərdir name Altun age bərabərdir 22. Biz birinci konsola ikisini de yazdıraq. Daha doğrusu ikisinin de name'ini yazdıraq. User nokta name ve user 2 nokta name. İlk başta ikisinde biz görürük ki değerleri yazılır. Biz gəlib burada desək ki user 2 nokta yox deyək ki birinci bunu bərabərləşdirək user'a. İndi ikisində də Cəhəngir yazıldığını görürük. Baxın, çünki bu dəyərləri bərabərləşdirmişik. Burası normaldır, amma biz gəlib burada user 2'nin nöqtə name'ini dəyişsək eləsək Altun nə baş verəcək? Artıq hər iki obyektin name'i artıq Altun dəyərinə bərabər olur. Çünki burada dəyişənlərdə bunun adresi saxlanılır, dəyəri yox. Primitiv tiplərə nələr aiddir? Arraylər, funksiyonlar, bir də ki obyektlər. İndilik bu mövzu haqqında bu qədər. Yəni bu mövzunu biraz araşdırın, çünki növbəti videoda bu videoda olan mövzuların daha trikləri olan hissələrinə baxacağıq. Bu videoda hələ ki sadə hissələrinə baxırıq.